Bismillahirrahmanirrahim. Bugünkü cəmiyyətimizdə hər bir insanın üzərinə düşən böyük bir məsuliyyət var. Bir-birimizin haqqını hörmət etmək. Təəssüf ki, gündəlik həyatımızda tez-tez qarşılaşdığımız ən böyük problemlərdən biri laqeydlikdir. Küçədə yol verdiyimiz kiçik qayda pozuntusu, avtobusda yaşlı insana yer verməməyimiz, iş yerində bir insanın haqqını tapdalamağımız, bunların hamısı bəzən bizə adi görünsə də, əslində cəmiyyətin bütövlüyünü sarsıdır. Unutmayaq ki, sağlam bir cəmiyyətin əsası qarşılıqlı anlayış, dürüstlük və ədalətdir. Əgər bir məhəllədə qonşular bir-birinin haqqına hörmət etməsə, əgər küçədə insanlar bir-birinə salam verməsə, əgər ailədə hörmət və məhəbbət olmasa, bu bütöv cəmiyyətə təsir edir. Hər bir insanın davranışı zəncirvari olaraq digərlərinə təsir göstərir. Mənim bir xoş sözüm, bir gülüşüm, bir doğru davranışım başqa bir insanın gününü dəyişə bilər. Eynilə mənim bir ədalətsizliyim, bir haqsızlığım da başqasının qəlbini qıra və cəmiyyətin içinə narazılıq toxumu səpə bilər. Ona görə də hər kəs öz vicdanına müraciət etməlidir. Başqalarından dəyişiklik gözləməzdən əvvəl biz özümüz dəyişməliyik. Çünki cəmiyyəti dəyişmək başqalarından başlamır, özümüzdən başlayır. Əgər biz hamımız biraz vicdanlı, biraz anlayışlı və biraz da mərhəmətli olsaq, əmin olun ki, yaşadığımız cəmiyyət daha mehriban, daha sakit və daha xoşbəxt olar.